İsrailin əskəri olma. Şəhid Nurəli Şüştəri. Şübhəsiz ki, şeytan aranıza ədavət və kin salmaq istəyir. Maidə surəsi 91. Vəhdət həftəsi idi. Məni bir liseydə çıxış etməyə dəvət etmişdilər. İndiyədək rəsmi bir tədbirdə danışmaq təcrübəm olmamışdı və söhbəti hardan başlayacağımı bilmirdim. Lakin içəri girən kimi bir neçə şagirdin Şiə-Sünni mövzusunda mübahisə etdiyini, vəhdət haqqında xoşagəlməz sözlər dediklərini eşitdim. Sanki bu, Allah tərəfindən bir işarə idi ki, çıxışıma Hacı Ağa Muhəmmədinin xatirəsi ilə başlayım. Tribun arxasına keçdim və Bismillah dedikdən sonra heç bir müqəddiməsiz söhbətə başladım. Uşaqlar, bir dəfə xidməti vəzifəmi yerinə yetirmək üçün Sistan və Bəlücistana ezam olunmalı idim. O vaxtlar məhəlləmizin məscidində Hacı Ağa Muhəmməd adında böyük bir alim var idi. Öz-özümə dedim ki, gedim həm onunla sağollaşım, həm də bir tövsiyəsi varsa eşidim. Amma bəxtimdən Hacı Ağa namazdan sonra tələsirmiş. İclası olduğu üçün məscidi tez tərk edirdi. Özümü qapıya çatdırıb uca səslə dedim. Hacı Ağa, bir neçə illik ezamiyyətlə Zahidana gedirəm. Əgər bir də görüşməsək, haqqınızı halal edin. Birdən gördüm ki, cəld mənə tərəf döndü. Məni qucaqlayıb gülümsəyərək dedi. Sağ-salamat get, amma ehtiyatlı ol. Orada İsrailin əskəri olmayasan. Sonra da tələsik sağollaşıb getdi. Onun heç vaxt əsassız söz deməyəcəyini bilirdim. Ona görə də beynim tamam qarışdı. Öz-özümə fikirləşdim. Axı mən pastaram, siyonistlərin düşməniyəm. Hacı Ağa niyə belə bir söz dedi? Nəhayət yollandım və Zahidana çatdım. Sepahın binasına girən kimi gözüm şəhid şüşlərinin şəklinə sataşdı. Şəklin altında belə yazılmışdı. Vəhdət sərdarı. Doğrusu, onun haqqında o qədər də məlumatım yox idi. Sadəcə Sistan və Bəlücistan üçün çox böyük zəhmətlər çəkdiyini bilirdim. Ertəsi gün səhər. Vaxt az, görüləcək iş isə çox idi. Fürsəti əldən verməməli idim. Sistan və Bəlücistana gəlməmişdən əvvəl vilayətin fəal Şiə gənclərindən ibarət hazırladığım siyahını qarşıma qoydum. Amma bilmirəm niyə. Gözüm siyahıya sataşan kimi o cümlə yenidən beynimdə əks-səda verdi. Ehtiyatlı ol, İsrailin əskəri olmayasan. Dərhal telefonumu götürüb Hacı Ağa Muhəmmədinin nömrəsini yığdım. Salam sağlıqdan sonra soruşdum. Hacı Ağa, o cümlə ilə nə demək istədiyinizi mənə deyə bilərsinizmi? Axı mən sepahiyəm. Məyər bir pastar da İsrailin əskəri ola bilər? Hacı Ağa gülümsəyərək dedi. Bunun pastarı və ya qeyri-pastarı yoxdur. Hətta bir ayatullah belə ehtiyatlı olmasa, İsrailin əskərinə çevrilə bilər. Biraz aydın deyə bilərsinizmi? Mən də başa düşüm. Sənə bir ünvan verirəm. Ora get. O, vilayətin tanınmış əhl-i-sünnə alimlərindən biridir. De ki, məni Hacı Ağa Muhəmmədi göndərib və deyib. Şəhid şüşlərini bir cümlə ilə xarakterizə edin. Sualının cavabını inşallah onun sözlərində tapacaqsan. Ünvanı alıb getdim. Əhl-i-sünnə alimi pastar olduğumu biləndə məni çox səmimi qarşıladı və sualımın cavabında belə dedi. İllər öncə bizim vilayətdə yanlış bir üsul var idi. Hərbi sahələri əhl-i sünnədən uzaq tutur, artıq onları xidmətə cəlb etmirdilər. Digər tərəfdən isə terrorçu qruplaşmalar vilayətin gənclərini cəlbedici yollarla öz tərəflərinə çəkir, onların inanclarına təsir edirdilər. Belə olanda isə nəticə bəlli idi. Əvvəllər əhl-i sünnə gəncləri hərbi orqanlara cəlb olunanda həm dövlətə və nizama bağlılıqları artırdı, həm də hər hansı bir xəyanətə görə cəzalandırılanda bunu Şiə-Sünni davası hesab etmirdilər. Amma əhl-i sünnənin ayağını bu yerlərdən kəsəndə düşmən onlara istədiyi yalanı yeritdi və məzhəb ixtilafını qızışdırdı.
Lakin şəhid şüşləri gələndə bu gedişatı tamamilə dəyişdi. O həm əhl-i sünnənin dolanışığı ilə maraqlandı, həm də müxtəlif hərbi və təhlükəsizlik sahələrində onlardan istifadə etdi. Buna görə də nəinki təhlükəsizlik bərpa olundu, hətta o insanların qəlblərini bir-birinə elə yaxınlaşdırdı ki, şəhid olanda əhl-i sünnədə yasa batdı. Hələ də sualıma tam cavab tapmamışdım. Ona görə də görüşdən sonra yenidən Hacı Ağa Muhəmmədiyə zəng etdim. Mövlaninin sözlərində sualımın cavabı yox idi. O isə gülümsəyib dedi: "Sənin fərasətinə daha çox güvənirdim, Ağa Səid. Bax oğlum, indiyədək özündən soruşmusanmı ki, düşmən niyə ancaq şəhid şüşləri kimləri şəhadətə yetirir? Yaxud vəhdət tərəfdarı olan əhl-i sünnə alimləri niyə terror edilir? Çünki düşmənin varlığı şiə-sünni ixtilafından asılıdır. Biz müsəlmanlar bir-birimizin canına düşəndə artıq düşmənlə mübarizə aparmağı düşünmürük və onlar təhlükəsizlikdə olurlar. Buna görə də Allah Quranda buyurur: Həqiqətən şeytan aranıza ədavət və kin salmaq istəyir. Yəni şeytan və şeytan xislətəlilər müsəlmanlar arasında ixtilaf salmağa çalışırlar ki, özləri məhv olmasınlar. Deməli, hər kim şiə-sünni ixtilafını qızışdırırsa, istəmədən İsrailin əsgərinə çevrilir. Sən əhl-i sünnəni radikal ekstremistlərdən və vəhabilərdən ayrı tutmalısan. Bizim əhl-i sünnədən olan çoxlu şəhidimiz var. Odur ki, şəhid şüşləri kimi vəhdəti qorumaq üçün hər bir yoldan istifadə et. Bu çox mühüm bir tövsiyə idi. Hacı Ağa mənim fərqinə varmadan etdiyim səhvin üzərinə barmaq qoymuşdu. Mən işləri ancaq vilayətdəki şiələrlə irəli aparmaq istəyirdim. Əhl-i sünnə Mövlanisinin dediyi kimi, bu səhv ixtilaf yaradır və xeyri düşmənə dəyirdi. Buna görə də verdiyim ilk qərar vilayətin fəallar siyahısını dəyişmək oldu. Vaxt ayırıb əhl-i sünnənin fəal, müsəlman və İranı sevən qüvvələrini tapmalıydım. İşim çətin və təhlükəli olduğundan Hacı Ağa Muhəmmədi hərdən şəhid şüşlərinin xatirələrini nəql etməklə mənə ruh yüksəkliyi verirdi. Məsələn, bir gün işin ağırlığından yorulanda mənə dedi: Ali rəhbər şəhid şüşlərinin ailəsi ilə görüşəndə buyurmuşdu: Müharibədən sonra çoxları kənara çəkildi. Amma şəhid şüşləri necə idisə elə də qaldı. Heç kim mənim üçün şəhid şüşləri ola bilməz. Sonra ağa şəhidin şəklinə işarə edib buyurdu: Elə bilməyin ki, atanızın saqqalının ağarması yaşla bağlıdır. Onun saqqalı son vaxtlar xalqın çəkdiyi çətinlikləri gördüyü üçün ağardı. Bu xatirəni eşitmək bütün yorğunluğumu canımdan çıxardı. Çünki bilirdim ki, şəhid şüşlərinin getdiyi yolla gedirəm. O yol ki, bütün çətinlikləri ilə onu əbədi səadətinə qovuşdurmuşdu. Deməli, mən də səadət və şəhadət istəyirəmsə, geri çəkilməməliyəm. Başqa bir yerdə oxumuşdum ki, şəhid şüşləri özü belə demişdi. Mirsad əməliyyatındakı qələbədən sonra İmam Xümeyni buyurdu: Əgər layiq bilsəniz, qiyamət günü şüşləriyə mütləq şəfaət edəcəm. Artıq qəlbim rahat idi. Qərara gəldim ki, qalım və şəhid şüşləri kimi vəhdəti qorumaqla şeytan və şeytan xislətlilərin ağzından möhkəm bir yumruq olum. Bəlkə imamın və şəhidlərin şəfaəti mənə də nəsib olar.